Mənim təəssüratım Rode Wireless Pro'dan necə idi? Salam əziz dostlar, yeni videoma xoş gəldiniz. Mən təqribən bir ildir ki, video çəkmək üçün bu mikrofonlardan istifadə edirəm. Rode Wireless Pro'dur adı. Və əgər sizin üçün də maraqlı olsa, siz də belə videolar çəkmək istəyirsinizsə, bu videonu axıra qədər baxın, çünki maraqlı informasiyalar sizinlə paylaşmaq istəyirəm. Amma hər şeydən əvvəl sizə bu mikrofonlar barədə nə informasiyalar var, qutuda nə var və sistemdə necə onu təqdim elədi, bu mövzular barədə izahat verirəm. Sonra öz təəssüratım və bir il ərzində nələr təcrübə eləmişəm, onlar barədə sizinlə danışacağım. Belə ki, ilk alanda baxırsınız ki, belə göstərir ki, 2 dənə mikrofon var, bir dənə də budur ki, bəzilər fikirləşir 3 dənə mikrofon var, amma biri mikrofon deyil, bu bir kontrol aparatıdır ki, siz bunu bağlayırsınız, məsələn, telefona ya kameraya bağlanırsınız və telefonunuzu birbaşa mikrofonlara bağlaya bilmirsiniz. Yəni bunu bağlayırsınız şnur ilə ya Type-C, bilmirəm ya Type-C deyirsiniz, onunla bağlanırsınız telefona. Ondan sonra bunlar yalnız buna bağlanır. Yəni ya kameraya bağlanırsınız ya telefona və buna bağlanırsınız. Və belə 3 dənədir. Başqa şey də odur ki, istehsalı Çin və ya Vietnam deyil. Burada qeyd elədik ki, istehsalı Avustraliyadır. Başqa 2 ünvan da yazıb, biri İngiltərəyə, biri də Almaniyadır. Və əgər məsələn siz də fikirləşirsinizsə ki, əsas odur ki, bu mal hardandır, hansı ölkə istehsal elədi, belə əmin ola bilərsiniz ki, bu malın istehsalı Çin deyil, ya belə Vietnam, ya Hindistan, ya belə ölkələr deyil və bu Avustraliyadan gəldi. Və içində nələr var idi? İçində 2 qutu var idi. 2 qutu var idi ki, biri zaryadka üçündür, yəni şarjördur ki, həm özü içində bateriya var, həm də o bateriya bitəndə siz belə ki, baxırsınız, burada da bir Type-C ya Type-C var ki, zaryadkaya qoya bilərsiniz, qutunu zaryadkaya qoya bilərsiniz. Burada da bir düymə var ki, vuranda baxırsınız qırmızıdır. Yəni indi məsələn bunun zaryadkası azdır, mən bunu zaryadkaya qoymalıyım. İçində nə var? İçində 3 dənə yer var. Baxırsınız, zaryadkadır. Biri bir mikrofondur ki, buradadır. Belə baxırsınız. Bu tərəfdən səs yazır. Burada zaryadkadır. Burada da onu məsələn səsini bağlaya bilərsiniz ya belə. Bağlanın. Biri buradadır ki, indi o səs ki eşidirsiniz. Bundan çəkmişəm. Biri də burada telefona bağlamışam ki, o kontrolördür ki, indi məsələn yazıb ki, ikinci mikrofona bağladı, zaryadkaları göstərir və idarə edə bilərəm və belə bir şnur ilə də bağlanır telefona ki, səsi yazsın. İkinci qutuda amma nə var? İkinci qutuda daha çox profesional əşyalardır ki, bunlara bağlanır. Məsələn, nə var? Məsələn, 2 dənə belə Type-C və bu da köhnə Apple-lərin şnurudur. Baxa bilərsiniz ki, fikirləşirəm, məsələn, bunu zaryadka, məsələn, çöldə, məsələn, başqa cür şarj eləmək istəsəz, uzunuzla istifadə edə bilərsiniz. Bir dənə AUX ya AUX ya bilmirəm onu necə çağırırsınız var ki, bu profesional kameralar üçündür ki, bağlana bilərsiniz kameraya ki, səs yazın. 2 dənə şnurlu mikrofon var ki, bu mikrofonlar belə ki, mən başa düşdüm. Mən özüm istifadə etməmişəm bunlardan. Amma çünki bir tərəfi belədir, mən özüm ehtimal verirəm ki, bu mikrofona bağlanır. Məsələn, sizə gəl istənməsəz ki, bu uzunu göstərsin. Bunu bağlanırsınız buna. Məsələn, sizə göstərim. Bunu bağlana bilərsiniz buna. Fikirləşirəm. Hələ əgər siz daha yaxşı bilərsinizsə, mənə yazın. Amma mən belə bilirəm ki, bunu buna bağlanırsınız və bu buradan səs yazır. Bu da sizə göstərir. Göstərə bilmirəm. Gözləyim. Buradan səs yazır. Bu da belə. Bunu bağlanım. Sizə icazə verirəm ki, niyə hər dəfə bunu bağlanıram.
Və belə iki mikrofon üçün iki dənə də belə şnurlu mikrofon var. İki dənə də bunlardan var ki, budur ki, buradadır. Baxırsınız, çünki açılır. Belə də olur. Ola bilər, məsələn, bu kameraya da bağlaya bilərsiniz bunu. Bu da onun üçündür. Başqa şey var, bir dənə belə parça var, məncə təmizləmək üçün parçasıdır ki, mən hələ istifadə etməmişim bu biri ərzində. 5 dənə də belə toplar var ki, bağlanır məsələn mikrofona, mikrofon gedir içinə, fərqli başlıqlar var. Bəzilər bunun üçündür, bəzilər bunun üçündür. Yəni gedir belə içinə ki, belə kənardan səs yazmasın ya kənardan səs gəlməsin. Və belə, bu da oldu o qutu. Baxa bilərsiniz ki, belə qutudur. Hələ, bu oldu nələr ki, qutuda var. Saytda nə deyir? Bir şey ki, xeyli önəmlidir şəkillərdir. Ki, indi sizə deyəcəm niyə. Hər şey ki, mən sizə izahat verdim, burada saytda da var. Baxın, deyir ki, 3 dənədir. Bu əşyalardır ki, sizə göstərdim. 2 dənə maqnit var ki, bilmirəm hara qoymuşam. İndi hal-hazırda yoxdur ki, sizə göstərim. O maqnitlər ilə də məsələn yapışdıra bilərsiniz dəmirlər. Və 2 qutudur, ətraflarını göstərir. Belə bir şey. Amma burada bir kamera göstərir, profesional kameradır. Və belə ki, baxırsınız, ona görə deyirəm bu şəkillər önəmlidir. Mikrofonu birbaşa bu kabel ilə ya bu şnur ilə bağladı kameraya. Və deyir ki, bu profesionaldır. Yəni bilirik ki, və profesional iş üçün, profesional və böyük produktlar, kameralar üçün biz istifadə edə bilərik bundan. İkinci də eyni vəziyyətdir. Bura göstərir ki, bağlandı. Eyni kabeldə profesional kameraya. Üçüncü bir adamdır ki, deyirlər məsələn səs mühəndisidir, ya bilmirəm editordur, ya kimdir ki, o səsi düzəlir çəkəndən sonra. Mənim işim dördüncüdür. Bu bir normal istifadəçidir, məsələn mən. Göstərir ki, bir normal istifadəçi də belə bağlanır öz telefonuna. Burada heç bir xəbərimiz yoxdur ki, bu ancaq profesionallar üçündür, yoxsa normal adamlar da istifadə edə bilər. Amma burada bu şəkil nə deyir? Deyir ki, bu bir telefondur və bu adam telefona bağlandı. Bu qədər. Və əgər mən bir məsələn müəllim olsam, fikirləşirəm ki, mən də məsələn video çəkirəm, dərs keçirəm. Mən də ala bilərəm. Ya mən bir bloger olsam, mən də ala bilərəm. Normal bir şeydir, bağlandı və video çəkir. Və bu demək olar ki, baxın yenə də normal insandır, onu bağladı bir aparata ki, hərəkət eləməsin və çəkir. Bu bir hoqqə oldu mənim üçün. Niyə? Çünki mən bunu alanda düşünürdüm ki, yaxşısını al. Çox da tədqiqat elədim. Çünki Kitay mallar da var, Kitay brendlər də var ki, bundan ucuzdur. Mən belə axtardım ki, bahasını alım, yaxşısını alım ki, məsələn, bu bir növ hörmətdir izləyicilərə ki, keyfiyyəli bir səs çəkim. Belə olmasın ki, eko olsun, otağın səsi gəlsin, daha təmiz bir səs olsun. Və hətta bu rodlardan da neçə modeli var. Məsələn, fikirləşirəm biri var, Wireless Go-dur, belə bir şeydir. Bu demək olar ki, ən bahasıdır ki, wirelessdir və belə balacadır ki, Wireless Pro-dur. Ən bahasıdır, təqribən $500. Və deyə bilərəm ki, səhv elədim mən bunu alanda. Niyə? Çünki mən bu şəkilləri görəndə fikirləşdim ki, normal bir insan da istifadə edə bilər. Hala mən də bu sahədə ekspert deyiləm, amma bilgilərim var ki, necə texnologiya ilə işləmək olar. Amma sonra ki bunu aldım, gördüm ki, heç cürə istifadə edə bilmirəm. 100% ya mənlik deyil, ya bir profesional səs eksperti lazımdır, DJ lazımdır, ya bilmirəm, səs mühəndisi lazımdır. Belə bir insan lazımdır ki, otursun, onun bütün informasiyaları təyin eləsin, düzəltsin ki, mən bu videonu çəkəndə sonra o adama verim, sonra o adam otursun, səs yazsın, səsi düzəltsin, bağlasın videoya. Bu bilirsiniz, oldu bir böyük bir projekt. Yəni, axı mənə o lazım deyil. Mən istəyirəm bir video çəkeyim, hələ özüm də biraz düzəliş eləyim, paylaşım onu. Mən bir team yaratmaq istəmirəm bir dənə dərs üçün. Və belə ki, burada bu bir növ hoqqədir ki, insan fikirləşir, bu bir normal insandır, hər bir adam da istifadə belə deyil. Siz, mən hələ ChatGPT ilə, AI ilə nə qədər
dərslər, onlayn dərslər baxdım. Yenə də bir düzgün səs, yəni yaza bilmədim. İndi də ki siz eşidirsiniz, hələ mən yenə səsi 100% düzəltmişəm. Onun frekansını, onun ətrafdakı səsi, onun hər şeyi bağlamışam, volumunu yuxarı gətirmişəm. Hələ təzə oldu bu ki siz eşidirsiniz ki, mən hələ razı deyiləm. Ola bilər siz də hiss edirsiniz ki, o qədər keyfiyyətli səs deyil. Hələ təzə bu qədər də düzəliş edirəm üstünə. Və yenə də nəticə belə ki mən sevirəm deyil. Deyirəm, ola bilər ki bu qədərdir. Ola da bilər ki bu yazı pro işlər üçün gedir və məsələn əgər mən wireless go alsaydım ki daha ucuzdur hətta, o ola bilər daha yaxşı işləsəydi mənim üçün. Amma bu heç cürə məsləhət deyil mənim üçün və kimsə ki normal blogerdir ya normal müəllimdir ya kimsə ki video çəkmək istəyir, heç məsləhət vermirəm bunu alsın. Bu qədər də pul verirsiniz, sonra da peşman olacaqsınız. Və axırda nə baş verdi? Mən gördüm ki Kitay mallar ki misal kimi DJI-dir məncə bir brend. O həm keyfiyyət cəhətdən, həm çəki cəhətdən, həm qiymət cəhətdən bundan daha yaxşıdır və daha məntiqlidir və daha balacadır və çox qəşəng səs yazır və çox ehtimal ki mən gələn ay o mikrofon ilə səs yazım. Başqa problemlər nə idi? Başqa problem odur ki, məsələn bu indi sizə dedim, Çin mallar lazım deyil əlavə nəsə mən alım. Özü bu aparat belədir ki, telefona belə yapışır. Ki mən mikrofonu bağlayanda bu da yapışır telefona və mən çölə gedəndə rahat video çəkə bilərəm. Əgər bir mağazaya getsəm, video çəkmək istəsəm, o rahat yapışır telefona, o üçüncü kontrol aparatı. Və mən rahat bağlaya bilərəm işimi. Amma burada sizə göstərdim, bu qədər şnur var. Mən bu şnuru necə aparım özümlə? Mən çöldə video çəkmək istəsəm, bunu necə bağlayım, hara bağlayım? Ya əlimdə saxlayayım, ya özünə bir tripoduma belə eləyim, bağlayayım. Bir yerə bağlamalıyam mən 20 cm şnurdur. Yəni ki, bir başqa $500 əlavə bir pul da verim ki, keyfiyyəli bunu başqa cür konverter alım ki, onu bağlanım kompüterə ya telefona. Və bu da bəyənmədim. Və axırıncı şeydir keyfiyyət barədə. Sizə dedim, sizə izahat verəcəm ki, mən niyə bunu bağlayıram, qoyuram bura? Çünki bu xarab oldu, özü də xarab oldu. Yəni başladı səs verməyə. Xeyli yaxşı da saxlamışam, heç əlimdən də düşmədi. Əla vəziyyətdə saxlamışam. Baxa da bilərsiniz ki, heç bir problemi yoxdur. Özü 3 ay istifadə elədim. Ondan sonra başladı bir səs, vız səsi. Bilmirəm indiki bağlandı. Bəli, bağlandı. Eşidərsiniz, verir o səsi, yoxsa vermir. Ümumiyyətlə belə zamanlar bilirsiniz ki, həmişə siz nəsə göstərəndə düzəlir. Ona görə o problem ola bilər, indi də əla olsun, heç səs verməsin, amma ümumiyyətlə bu səsi verir. Yəni siz bu səsi indi eşitməlisiniz ki, bir sıs belə bir səs verir. İcazə vermir səs çəkim. Yəni mən bu xarab oldu. Bu ki, mən bu qədər pul vermişəm, bunu qoymalıyam qutu içində, çünki çöldə qoyanda. Hətta mən bir video çəkdim, inanın ki, mən sizin üçün bu video ikinci dəfə deyə çəkirəm. Bir dəfə çəkdim və bunu unutmuşam ki, qoyum belə öz yerində qutuya ki, bağlasın. Qoydum bura masa üstünə və sonra bu videonu baxdım, paylaşmaq istədim. Gördüm ki, bütün səsimi xarab elədi. Yəni 20 dəqiqə video xarab oldu. Çünki bu icazə vermirdi mənim səsim düz gəlsin. Ona görə belə. Bu da keyfiyyəti. Yəni mən bu mal bu qədər də məşhurdur, bu qədər də keyfiyyəlidir, bu qədər də beynəlxalqdır. Mən xeyli peşmanım ki, bu qədər pul verdim. Kaş ki Kitay malını alardım. Nə qədər vaxt gedir? Başa düşürəm ki, biz səhv düşünərdik ki, Kitay malı pisdir, başqa ölkələr yaxşıdır. Hal-hazırda baxırıq ki, yavaş-yavaş Çin malı hər şeydən daha yaxşı olur. Hətta maşınları da mən bilirəm ki, Azərbaycanın təzə gəlib. Bəzi modellər baxırsınız ki, xeyli yaxşıdır. Məsələn, BYD gəlib ya falan. Yavaş-yavaş düşüncələrimizi Çin barədə dəyişməliyik. Çünki Çin həqiqətən yavaş-yavaş daha yaxşı şeylər istehsal edir. Mən bu malı alandan xeyli peşmanam. Heç birinizə məsləhət vermirəm. Məsləhət verirəm ki, bu Çin mallar xeyli daha yaxşı işləyir və daha yüngüldür və qiyməti də demək olar ki, 3 dəfə daha ucuzdur bununla. Məsləhət verirəm ki, əgər almaq istəyirsinizsə, onları baxın, göz atın onlara, onlar daha yaxşıdır. Siz nə düşünürsünüz? Siz əgər blogersinizsə, bloger olmaq istəyirsinizsə, yorumlarda fikrinizi yazın, sualınız olursa yazın.
Əgər məsləhət soruşmaq istəyirsiniz yazın. Hamısını cavab verirəm. Xahiş edirəm dəstək edin. Yorum yazın, like eləyin, bəyənin, abunə olun. Burada çox xəbərlər var. Mən bütün dünyada nə baş verir texnologiya barədə sizin üçün video paylaşacağam. Azərbaycanda telefonlar, kompüterlər, planşetlər nə almaq istəyirsinizsə, hansını alın, hansı daha yaxşıdır, hətta hansı şirkətdən alın, hamısını izah verəcəm. Yalnız sizdən dəstək istəyirəm ki, bu kanal indi xeyli subscriberlər ya abunələrimiz azdır. İndi 70 nəfərdir. Biraz kömək eləyin, dostlarınızı dəvət edin, bu kanalı böyük edək ki, mən daha çox motivasiya olum, sizin üçün video paylaşım. Özünüzə yaxşı baxın. Yadınızdan çıxmasın ki, videonu bəyənin. Görüşərik.